Güneş çıxırmaya xoş eləyir adamı. Saat 6-dır, indi oyanmışam. Dedim görüm bugün nə tapıram, nə işlər görə bilirəm. Güneş batır. Kənd uşaqları böyük ehtimal ki bunu tanıyır. Bu qanqaldır. Belə o gördüyünüz kimi çox dəhşət tikanları olan bir otdur. Amma kökü çox dadlı olur. Kökü yeyilir, bir də başında gülü olur. Qozası, onun toxumları amma çox faydalı bir şeydir. Qaraciyərin bir nömrəli dərmanıdır. Demək olar ki, bütün qaraciyər dərmanlarının tərkibində qanqalın toxumu var. Ayda, havaya bax da. Buna görə mən hər il aprel ayı gələn kimi qaçıram kəndə. İndi Bakıda anam ilə danışıram, deyir ki, Bakıda küləyin sürəti 20 metrdir, dağılır Bakı. Amma bura gəlsən, yay paltarındayım da. Yaz demək olar ki, Azərbaycanda hamıdan birinci bizim kəndə gəlir. Aprel ayı gələn kimi mənim şəhərdə ürəyim partlayır. İstəyirəm ki, qaçım gedim kəndə. Gələn kimi də ilk işim alça ağacına qaçmaq olur. Çünki mən də alça manyaklarındanam. Bəzi adamlar bu alça sevdasının nə olduğunu başa düşə bilmir. Mən özüm də heç başa düşə bilmirəm. İndi kənddə yazdı, işlərin qızğın vaxtıdır. Bizim kənd, bizim rayon ümumiyyətcə əkinçiliklə, bir də maldarlıqla çox məşğuldur. Hamının başı qarışıb həyətdə pomidor, nə bilim, biber şitili falan əkməyə, cücələrini, balaca cücələr var hamının. Bunlar böyük toyuq olur da, bilirsiniz. Onlara başları qarışıb, ördəklər var, nə bilim, qazlar var. Mən də biraz əkdim, pomidor, biber şitili. Xoşum gəlir torpaqla oynamaqdan. Şəhərdə eyni işləri görməkdən sıxılmışam da, fərqli işlərlə də məşğul olmaq istəyirəm. Məni daimi izləyirsinizsə, onsuz da bilirsiniz ki, mən təbiət xəstəsiyəm. Əkdim biraz pomidor, biber şitili. Bitməyini görmək məncə məni daha çox xoşbəxt eləyərdi, amma görə bilməyəcəm, çünki həmin vaxt Bakıda olacağam. Əkə-əkə bilsiz nə fikirləşirdim? Fikirləşirdim ki, indi mən bu pomidor şitilini bura yox, Bakıdakı həyətimizə əksəydim. Onu nə qədər becərsəm də, nə qədər suyunu versəm də, səbirlə gözləsəm də, o mənə bar verməyəcəkdir. Niyə? Çünki doğru
torpağa doğru məhsulu əkməmişəm. Həyatımız da bunun kimidir. Hərdən elə arzularımız, elə istəklərimiz olur ki, onun nə qədər çabalasaq da görürük ki, bu bar vermir, məhsul vermir, nə bilim, ona çata bilmirik. Zəhmət çəkirik, amma ona çata bilmirik. Bir dayanıb fikirləşmək lazımdır ki, bəlkə doğru torpağa yanlış toxum əkmisən, ya yanlış torpağa doğru toxum əkmisən. Bir dayanıb bunları fikirləşmək lazımdır. Geçən kənd videomuzda göstərmişdim, o həyətimizdəki evi görmüşdünüz, təmir edirdik. Çoxdan evidir, mən uşaqlığımdan o ev oradadır. Amma rənglənməmişdim. Bu dəfə gələndə gördüm ki, çox qəşəng bir rəngdən rəngləyiblər. Amma yarı hissəsi yançıq qalmışdı. Biraz pis görsənirdi də həyətdə. Dedim, eyb yox, mən rəngləyərəm. Gəlmişlər, ora biraz kərpiç yığılıb. Onu daşımağa yəqin yorulublar, əriniblər. Bir aydır falan qalmışdı elə. Daşıdım kərpici. Divarı da rənglədim. Hər ikisini də 2 dəfə eləyirdim. 2 dəfə kərpici daşıyırdım, 2 dəfə divar rəngləyirdim. İkisi də sandığımdan çox çətin iş imiş. Hal-hazırda göydə həm günəş var, həm də ay. Sən hansını daha çox sevirsən? Bu kərpiçləri daşıdım, indi buranı rəngləmək istəyirəm. Yarısını rəngləmişdilər, yarısını da kərpiçləri daşımağa adam olmamışdı, ərinmişdilər. Vaxtlar olmuyor, bəlkə də burada çox iş vardı, özünüz görürsünüz. Ona görə dedim, kömək edeyim. Buranı indi mən kraskalayacağım.
Kəndin varsa xoşbəxt insansan. Həqiqətən. Çox darıxmışdım. Şəhərdə ürəyim partlayırdı. Son həddəydim. Hamıdan qıcıq olurdum. Hamıya hisslənirdim. Ən xırda şeylərdən də hisslənirdim. Amma buraya gəldim sakitəm də. Həmişə bura gəlinə oluram. Bizim samavar çox qədim samavardı. Ona görə çayının dadı hiss olunur deyil. Bakıda içmişdim samavar çayı. Heç belə dad verməmişdi. 60 ilin samavarı olar hardasa. 60-70 ilin. Bunun çayının dadı çox başqa türdür. Bu quşun səsini eşidirsiniz. Mən özümü tanıyanım. O quşun səsi bu həyətdən gəlir. Qu. Şunlara gidiyorlar gelmiş küçük yerine. Az yok öyle. O tökülür, qalır hörüyün içində. Ha. Hörüyü də Saçı qalır. tökülse de çıkır. Sirət değil kalındır. Yox, yaxşıdır. Hem gözüme hayır eləyir, hem başımın ağrısına hayır eləyir. Bu anda hayır. Ancak yumağın derdinden. Ya sərbazın içilir, düşülür. Yox, biz keçən il yayda gələndə sənin başın xınalı idi. Hadi onu da koymuş. Çildi. Ucuna nə vurun bəstənə? Hiç tat. Günün. Ben daima oturup burada. Hacca eyleliydi, derdim at. Kaçan el vurmaz. Başka çiftliğin iyi olur. Mən də qaçmıyor olam. O pis hacca kalan bak onu yola kaç. Zaten çiftçekmek değil günah. Taştan. Ha, diğer insanın koruyucusu. Qaçdan küplük. Kaçtı değil. Değil ki hamımızdan yukarı ben idim. Hiç ses görmedim. Amma heç adam da bilmir ki, bu burada nə iş. Ha. Öyle bu.
Nuş olsun.